Salam əziz şagirdlər. Bu gün sizlərlə 15 mart tarixində keçirilmiş Respublika fənn müsabiqələri 6-cı sinif riyaziyyat fənninin sualları ilə tanış olacağıq. Elə isə vaxt itirmədən suallarımıza başlayaq. Birinci sualımız sadə bir sualdır. Deməli, y bərabərdir 15 çıxılsın x asıllığında. Y 7 olarsa x-in qiymətini bizdən istəyir. Təbii ki, y bərabərdir 15 çıxılsın x. Y-in yerinə 7 yazdığımız halda 7 bərabərdir 15 çıxılsın x-dən x-in qiymətinin 8 olduğunu görərik. Birinci sualımız B bəndi. İkinci sual, 6 rəqəmli ədədin 6-ya bölünməsi A-nın ala biləcəyi qiymətlərin cəmini istəyir bizdən. Deməli, bilirik ki, 6-ya bölünməsi üçün ədədin eyni anda 3-ə və 2-yə bölünməsi lazımdır. 2-yə bölünməsi üçün son rəqəmi cüt olmalıdır. Deməli, A-nın ala biləcəyi qiymətlər 0, 2, 4, 6, 8 qiymətlərindən biri olacaq. 3-ə bölünməsi üçün isə rəqəmlərinin cəminin 3-ə bölünməsi lazımdır. Hal-hazırda əlimizdə olan rəqəmlərin cəmi 4, 5, 9, 8, 2, 19 edir. O zaman bunun 3-ə bölünməsini təmin etmək üçün deməli 0 qoysaq mümkün deyil. 2 qoysaq 21 eləyəcək, 3-ə bölünəcək. 4 qoysaq 23 eləyəcək, mümkün deyil. 6 qoysaq 25 eləyəcək rəqəm cəmi, mümkün deyil. 8 qoysaq 27 eləyəcək, mümkündür. Deməli, A-nın ala biləcəyi qiymətlər 2 və 8, bizdən də bu qiymətlərin cəmini istəyir. Doğru cavabımız C bəndi olmuş olur. Üçüncü sualımız bərabərsizlik sualıdır. Bizdən soruşur ki, bu bərabərsizliyi ödəyən ən kiçik M natural ədədi neçə olmuş olur? Deməli, bu bərabərsizliyi daha sadə bir vəziyyətə gətirək. Məxrəcində dəyişən olduğuna görə bunların sürətlərini eyniləşdirək. O zaman bizim bərabərsizliyimiz 4 bölünsün 14 böyükdür 4 bölünsün m plus 4 olmuş olar. Deməli, biz bilirik ki, sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kiçik, kiçik olan isə böyükdür. O zaman deməli, bunun məxrəci 14-dürsə, böyük olması üçün digər tərəfin məxrəci 15 və daha böyük olması lazımdır. Təbii ki, söhbət natural ədədlərdən gedir. Burada da 15 olması üçün bizim m-in qiyməti neyəcək? 11 olmuş olacaq. C bəndi doğru cavabımızdır. Dördüncü sualımız. İlk öncə bölmə əməlini yerinə yetirəcəyik. Bunu adi kəsirə çevirək. Olacaq 100-də 1 bölünsün 10-da 1 bərabərdir. 1 çıxılsın da əvvəlinə əlavə edək. 1 çıxılsın 100-də 1 bölmə əməli təbii ki, kəsirin tərsinə vurmaq deməkdir. 1-də 10 olmuş olacaq. Bunları da ixtisar aparsaq 1 çıxılsın 10-da 1 qalacaq. O da bərabərdir 10-da 9-a. Yəni D variantı bizim doğru cavabımızdır. 5-ci sualımıza baxaq. 5-ci sualımız, deməli, kəsirin sürətində və məxrəcində olan ədədlərə diqqət yetirsəz, 555 kəsirin sürətində olan ədədlərdir, 222 də məxrəcdir. Yuxarıdakı, belə deyək də, ədədlərdən 111-i biz mötərizə xaricinə çəkmiş olsaq, hər birində 5 qalacağına görə ifadəmiz belə olacaq. 5 plus 5 plus 5 plus 5 bölünsün. Aşağıdan da 111-i mötərizə xaricinə çıxartmış olsaq, qalacaq 2 plus 2 plus 2 plus 2 plus 2. 5 dənə 2 qalmış olacaq. Buradan da 111-ləri ixtisar aparmış olsaq, bu kəsirimizin sürəti 20, məxrəci 10 olmuş olacaq. 20-ni də 10-a bölsək, 2 bizim sualımızın doğru cavabı olmuş olar. 6-cı sualımıza baxaq. Deməli, 6-cı sualımızdan davam edək. İki qonşu bucaqdan birinin dərəcəsi digərinin 4 mislindən 100 dərəcə kiçik olarsa, böyük bucağın dərəcəsini tapın. Deməli, bucağımızın birinə x desək və digər bucaq da bunun 4 mislindən 100 dərəcə kiçik olmuş olsa, yəni o zaman digər bucağımız olacaq 4x çıxılsın 100. Qonşu bucaqların da cəminin 180 olduğunu bilirik. O zaman bunların cəmini 180-ə bərabərləşdirsək, 5x bərabərdir. 100-ü digər tərəfə keçirdəndə işarəsi dəyişir. 280 olmuş olacaq. Buradan x bərabərdir 56 olmuş olur. Deməli, bucağımızın biri 56 dərəcədir. Digər bucağı tapmaq üçün isə 180-dən 56-sını çıxsaq 124 olmuş olur. Deməli, bizim bucaqlarımız 124 və 56 dərəcədir. Bizdən də böyük bucağı istədiyinə görə A bəndi bizim sualın doğru cavabıdır.
Yeddinci sualımıza baxaq. Deməli, 1 bölünsün A bərabərdir 40-da 23 olduğuna görə bizdən bu ifadənin qiymətini istəyir. İlk öncə bu ifadəni biraz sadələşdirək. Yəni, diqqət yetirsəz, məxrəclər 3, 4, 5 olduğuna görə bunları ortaq məxrəcə gətirək. Bu kəsrlərin ortaq məxrəci 3, 4, 5-ə əkob 60-ı götürə bilərik. Deməli, o zaman A bölünsün 3-ü biz 60-da 20 A kimi yaza bilərik. Üstə gəlsin. A bölünsün 4-ü 60-da 15A çıxılsın. Diğerini isə 60-da 12A kimi yazmaq olar. Bu bərabərdir. Ortaq məxrəcə gətirəsi olsa 60-da 20 plus 15 çıxılsın 12 23A olmuş olar. Deməli, bizim yekunda almamız gereken nəticə 60-da 23A-dan çıxmış olacaq. 60-da 23A. Gedək A-nın qiymətini təyin edək. A da buradan diqqət yetirsəz 1 bölünsün A bərabərdir 23 bölünsün 40 olduğuna görə biz burada deməli kəsirləri tərsinə çevirib də A-nın qiymətini tapa bilərik. Və yaxud da ki bunları çarpaz vurmuş olsaq 23A bərabərdir 40 olar. Buradan da A-nın qiyməti yenidən 40 bölünsün 23 olmuş olar. A-nın qiymətini təyin edəndən sonra gətirib yerinə yazmış olsa, olacaq 60-da 23 vurulsun, A-nın yerinə də yazar 40 bölünsün 23. Buradan 23'ləri ixtisar aparsaq, bizim doğru cavabımız 60'da 40. Bunu da biraz sadələşdirsək, 3'də 2 olmuş olar. Yəni, C variantı bizim sualın doğru cavabıdır. 8-ci sualımıza baxaq. Deməli, A bölünsün B bərabərdir. C bölünsün D, o da bərabərdir. Bunu düzgün olmayan kəsrə çevirmiş olsaq, 8-də 13'ü vermiş olar bizim. Deməli, o zaman biz bu sualları daha sadə hesablamaq üçün A'nın və C'nin 13'ün qatları olduğunu bilirik. B'nin və D'nin də 8'in qatları olduğunu bilirik. Ona görə də bu ifadələri daha sadə formada hesablamaq üçün A və C'nin yerinə 13 qiyməti, B və D-nin yerinə isə 8 qiyməti qoymaqla hesablaya bilərik. Gələk o zaman kəsirimizdə yerinə yazaq. A çıxılsın B, yəni 13 çıxılsın 8 bölünsün B. B'nin qiymətinə 8 demişik. Vurulsun. D bölünsün. D'nin qiymətinə 8 demişik. C plus D, yəni 13 plus 8 olmuş olur. Bərabərdir. Buradan 8'lər ixtisar gedər. 13 çıxılsın 8, 5 bölünsün. 13 plus 8, 21 olmuş olar. Deməli, 5 bölünsün 21 bizim doğru cavabımız olmuş olar. 9-cu sualımıza baxaq. Deməli, maşın sürətini 20% artırsa, gedəcəyi yerə 18 saatda çatmış olar. Sürətini 10% azaltsa, həmin yerə neçə saatda çatmış olar? Bu sualı daha rahat həll eləmək üçün gəlin bu metoddan istifadə edək. Deməli, maşının sürətini 10 qəbul edək və bərabərdir 10 olmuş olsun. Orta sürətini 10 qəbul edək və bizə deyir ki, əgər maşın sürətini 20% artırmış olsa, bu maşın sürətini 20% artırsa, o zaman onun üzərinə 20% əlavə eləmiş olacağıq. Onun da 20%-ni hesablasaq, bunun 2 olduğunu görərik. O zaman deməli, maşının sürəti 12 olmuş olacaq, əgər 20% artırarsa. Gedəcəyi yerə də 18 saatda çatacaqsa, o zaman 12-ni 18'e vurduğumuz halda biz yolun uzunluğunu tapmış olacağıq. Düzdürmü? 12 vurulsun 18 bizə 216'nı vermiş olar. Deməli, yolumuzun uzunluğu 216 kilometrdir. Bizə deyir ki, maşın sürətini 10% azaldarsa, o zaman bunun sürətini 10% azaltmış olsa, deməli, onun 10%-i 1 eləyəcək. Azaltdığımıza görə artıq sürətimiz 9'a düşmüş olacaq. Həmin yerə neçə saatda çatar? 9 vurulsun T bizə yenidən 216'nı verməsi lazımdır. Buradan T bərabərdir. 216 bölünsün 9. T'nin də qiymətini biz 24 almış olarıq. Yəni, doğru cavabımız D variantı olmuş olar. 10-cu sualımıza baxaq. Ədəd oxu üzərində 4A plus 2 ədədi hesablama başlanğıcında 20 vahid uzaqlıqda yerləşir. A-nın ala biləcək qiymətlərin cəmini tapın. Deməli, ədəd oxunda hesablama başlanğıcı 0 qəbul olunur. Deməli, 4A plus 2 ədədi 20 vahid uzaqlıqda yerləşirsə, bu 20 vahid uzaqlıqda sağda da yerləşə bilər, 20 vahid uzaqlıqda solda da yerləşə bilər. Yəni, əgər 20 vahid uzaqlıqda sağda yerləşirsə, 0 plus 20, deməli, bu ədəd 20-nin özüdür. Yox, əgər 20 vahid uzaqlıqda solda yerləşirsə, o zaman 0 çıxılsın 20, deməli, bu ədədimiz mənfi 20-dir. Həmin ədədimizdə 4A plus 2 olduğuna görə,
Yazaq o zaman. 4a plus 2 bərabərdir 20 olarsa, deməli 4a buradan 18-ə bərabər olmuş olar. A-nın qiyməti buradan 4,5 çıxmış olar. Yox əgər 4a plus 2 mənfi 20-yə bərabər olsa, o zaman 4A buradan mənfi 22-yə bərabər olmuş olacaq. A-nın da qiyməti mənfi 5,5 çıxmış olacaq. Deməli, A həm 4,5 qiymət ala bilər, həm də mənfi 5,5 qiymət ala bilər. Bizdən də bunların cəmini istəyir. 4,5 ilə mənfi 5,5-in cəmi mənfi 1 olmuş olar. 11-ci suala baxaq. Bizə deyir ki, aşağıdakı fiqurda bitişik tərəflər bir-birinə perpendikulyardır. Tamam. Verilən ölçülərə əsasən fiqurun sahəsi neçə santimetr kvadratdır? Bu sualı fərqli yanaşmalarla həll etmək olar. Məsələn, bunu şagirdimizin də tətbiq elədiyi kimi bütöv bir fiqura tamamlayıb, sonra bizə aid olmayan hissələri, yəni boşluqları oradan çıxartmaq da olar. Və yaxud da ki, fiqurun özünü müəyyən hissələrə bölüb, hər birinin sahəsini ayıraraq da tapmaq da mümkündür. Hər iki metoddan istifadə etmək olar. Təbii ki, bizə verilən ölçüləri təyin edə biliriksə. Bunu ayıraq buradan. Çünki enini və uzunluğunu bildiyimə görə buranı ayrıca hesablayacağım. Artıq bura 3 sm olduğuna görə mən bu tərəfin uzunluğunu bilirəm və 3 olduğuna görə buranı da bilirəmsə, deməli mən bunu ayrıca hesablaya biləcəm. Bunu da ayırıram o zaman. Digər tərəfdən buranın uzunluğunu bilirəm və 20-dən digər hissələr çıxacağıma görə buranı da tapa biləcəm. Deməli, mən bu düzbucaqlığın da sahəsini hesablaya biləcəm. Bunu da ayırıram və yerdə qalan bu hissənin də ölçüləri verildiyinə görə deməli hesablaya biləcəyik. Gedək o zaman bu hissələrin sahəsini tapmaq. Deməli, birinci hissəmizin sahəsi S bərabərdir. N-in uzunluğuna vurmaqla 9 alınmış olur. Buranı tapdıq. Bu 9. Digər tərəfdən, bura 3 sm olduğuna görə, deməli, ümumisi də 20 sm-dırsa, o zaman bura qalacaq 17 sm. 3 sm bura qədər, 3 sm də digər hissə olduğuna görə, deməli, bu hissənin uzunluğu 6 sm-dir. O zaman bizə aid olan, baxın, bu hissənin sahəsi S bərabərdir, 17 vurulsun 6, bu da bizə 102-ni vermiş olur. Deməli, bu hissənin sahəsi 102 sm kvadratdır. Gələk digər hissəyə. Deməli, ümumi uzunluğumuz 20 sm olduğuna görə, baxın, 20-dən 3-ü çıxdıq, bax, bura qədər olan 3-ü çıxmış olduq və 10-u çıxmış olduq. Yəni, 13 sm azaldısa, deməli, buranın uzunluğu 7 sm olmuş olacaq. Burada 7 sm, uzunluğu 10 sm olarsa, 10 və 7, deməli, bu hissənin sahəsi 70 olmuş olacaq. Digər hissənin də eni və uzunluğu bəlli olduğuna görə, deməli, bizə aid olan, baxın, bu hissənin sahəsi də S bərabərdir. 6 vurulsun 12 bərabərdir 72 sm kvadrat olmuş olar. Bu hissədə 72 olmuş olacaq. Bizdən ümumi sahəni istəyir. Biz də deməli 72 plus 70 plus 102 plus 9. Bunları toplamaqla fiqurumuzun ümumi sahəsini tapmış olarıq. Deməli 72, 70, 142 plus 102 244 plus 9 253 A bəndi bizim sualımızın doğru cavabı olmuş olar. 12-ci sualımıza baxaq. Deməli, A bərabərdir 12-də 7, B 15-də 11 və C 20-də 13 olduğuna görə müqayisələrdən hansı doğrudur? Yaxşı. Deməli, məxrəcləri orta məxrəcə gətirə biləcəyimiz bir kəsirlərdir sadə formada. Bunların hər birini biz 60-a ortaq məxrəc kimi gətirə bilərik. O zaman A-nın qiyməti 60-da 35 olmuş olar. B-nin qiyməti 60-da, deməli 4-ə vuracağımıza görə 44 olmuş olacaq. C-nin qiyməti 60-da 3-ə vuracağımıza görə 39 olmuş olacaq. Bu kəsirlərdə biz müqayisə eləməyə çalışsaq, o zaman təbii ki, məxrəclərimiz eyni olduğuna görə sürəti kiçik olan kiçik, böyük olan böyükdür. Ən kiçik kəsirimiz A-dır. Daha sonra 60-da 39 C-dir. Daha sonra 60-da 44 B olmuş olar. Cavablarımıza baxırıq. Düzgün cavabımız C variantı olmuş olar. 13-cü sualımıza baxaq. Deməli, bizə deyir ki, sinifdə oğlan və qızların sayları bərabərdir. Müəllim qızların 4də 3-ünü, oğlanların isə 3də 2-sini muzeyə aparmış olur. Muzeyə gedən şagirdlərin hansı hissəsi qızdır? Bunları da, əziz şagirdlər, daha rahat hesablamaq üçün, düzdür, müəyyən dəyişən qoymaqla da hesablaya bilərsiniz. Amma elə bir say götürərsiniz ki, elə bir ədəd götürərsiniz ki, oğlan və qızların sayı bərabər olduğuna görə siz qızların 4də 3-ünü tapmış olacaqsınız. Oğlanların 3də 2-sini tapacaqsınız. Yəni elə bir say götürərsiniz ki, həmin ədədin həm 4də 3-ünü, həm də 3də 2-sini tapa biləsiniz. Bu sizin üçün artıq daha rahat hesablama formasına çevrilmiş olacaq. O zaman sinifdəki qızların sayını da 12 qəbul edək, oğlanların sayını da 12 qəbul edək.
Bizə deyir ki, qızların 4-də 3-ü müzeyə gedir. O zaman 12-nin 4-də 3-ü 12 vurulsun 4-də 3 9 nəfər eləmiş olar. Oğlanların da 3-də 2-si müzeyə getmiş olur. O zaman deməli 12-nin də 3-də 2-si deməli 8 nəfər müzeyə getmiş olar. 9 qız, 8 oğlan getdiyinə görə bizdən soruşur ki, müzeyə gedən şagirdlərin hansı hissəsi qızdır? Burada biraz ehtiyatlı olmaq lazımdır. Qızlar oğlanların hansı hissəsidir soruşa da bilərdi. Ona görə də şagirdlərin dediyinə görə qızların sayını ümumi şagirdlərin sayını, yəni 17-yə bölmüş olarıq. Doğru cavabımız D bəndi olmuş olar. Sonra deməli bizə deyir ki 14-cü sualımızda bir qarpız öz kütləsinin 5-də 4 hissəsindən 5-də 4 kiloqram ağırdır. Bu qarpız neçə kiloqram? Maraqlı sualdır. Deməli bunu həll etmək üçün bizə zaten qarpızın öz çəkisi lazımdır. Qarpızın üzr istəyirəm kütləsi lazımdır. Qarpızın kütləsinə K desək, bizə deyir ki, bir qarpız öz kütləsinin 5-də 4 hissəsindən. Deməli bunun kütləsi olacaq K'nın 5'te 4 hissəsi, yəni 5'te 4 K. 5'te 4 artıqdırsa, deməli, bunun üzərinə 5'te 4 əlavə edəndə mən elə qarpızın öz kütləsini almış olacağım. Baxın, təkrar edirəm bu hissəsini. Bizə deyir ki, bir qarpız öz kütləsinin 5'te 4 hissəsindən, yəni qarpızın kütləsi K'dırsa, bunun 5'te 4 hissəsi olacaq 5'te 4K və 5'te 4 ağırdırsa, deməli, üzərinə 5'te 4 əlavə eləmiş olsam, həmin qarpızın öz kütləsini almış olar. Buradan da deməli, bu ifadəni sol tərəfə keçirsəm, 4 bölünsün 5 bərabərdir. K çıxılsın 5'də 4 kalmış olacaq. Və buradan da biz bilirik ki, artıq 1 bölünsün 5K bərabərdir 4 bölünsün 5-ə. Fərqli tərəflərdə olduğuna görə məxrəcə ixtisar gedər. K-nın qiymətini 4 almış olaraq. Deməli, B bəndi bizim doğru cavabımızdır. 15-ci sualımıza baxaq. 6 ardıcıl cüt ədədin ədədi ortası bu ədədlərin ən kiçiyinin 2 mislindən böyük olarsa, bu ədədlərin cəmi ən çox neçə ola bilər? Deməli, 6 ardıcıl cüt ədəd deyirsə, bizim ədədlərimiz 1, 2, 3, 4, 5, 6. Birinci ədədimiz cüt ədəd dediyinə görə 2-dir. İkinci ədədimiz 2n plus 2-dir. Üçüncü ədədimiz 2n plus 4-dür. Dördüncü ədədimiz 2n plus 6-dır. 2n plus 8-dir və 2n plus 10-dur. Deməli, bizim 6 ədədimiz budur. Deməli, bu ədədlərin ədədi ortası bunların tən ortasına düşmüş olacaq. Yəni, buradakı ikisinin ortasındakı tək ədəd eləyəcək. Bir saniyə. Deməli, təkrar deyirəm. Bu 6 ədədin ədədi ortası bunların tam ortasına düşmüş olacaq. Yəni, bunların tam ortasındakı tək ədəd eləmiş olacaq. Bunların tam ortasına düşən tək ədəd də 2n plus 5 olmuş olar. Yəni, qısacası bunların ədədi ortasını daha rahat formada bu şəkildə tapmaq olar. Və yaxud da ki, problem yoxdur. Bunların hər birini toplaya bilərik. Bunların hər birini toplayıb saylarına bölə də bilərik. Bunların hamısını toplasaq əgər 6 dənə ədədimiz varsa, 2n-dən olacaq 12n üstə gəlsin. Deməli 12, 20, 30 eləmiş olacaq. Və bunu da biz saylarını 6-ya böləndə gördüyünüz kimi yenə eyni qaydada 2n plus 5 almış olacaq. Deməli bunların ədəd ortası 2n plus 5-dir. Bizə deyir ki, bunların ədədi ortası, yəni 2n plus 5 bu ədədlərin ən kiçiyinin, yəni 2n-in 2 mislindən böyük olar. Yəni bu böyükdür 2n vurulsun 2-yə. Tamam. O zaman bunu həll eləməyə çalışaq bərabərsizliyi. 2n plus 5 böyükdür 4n olmuş olar. Bunu digər tərəfə keçirmiş olsaq, o zaman 5 böyükdür 2n-dən. Yəni biz bunu 2n kiçikdir 5 kimi yaza bilərik. 2n kiçikdir 5 olduğuna görə də bizdən soruşur ki, bu ədədlərin cəmi ən çox neçə ola bilər? Deməli, bizdən cəminin ən çox olmasını istəyirsə, biz ədədləri daha böyük götürməliyik. O zaman da 2n kiçikdir 5 bərabərsizliyində n-in qiymətini maksimum biz 2 kimi qəbul edə bilərik. Deməli, 2 qəbul edəriksə, bizim ədədlərimiz avtomatik olaraq hansı ədədlər olmuş olacaq? Birinci ədədimiz 4 olacaq. İkinci ədədimiz 6, 8, 10, 12 və 14 olmuş olacaq. Bu ədədlərin də cəmi toplaya da bilərsiniz və yaxud da ki, cüt-cütə toplamaq olar. Bu ədədlərin də cəmi bizə 54-ü vermiş olar. Növbəti sualımızdan davam eləyək. 16-cı sualımızdan davam eləyək.
Deməli bizə deyir ki, aşağıdakı verilən xanaların hər birinə soldan sağa doğru artan ardıcıllıqla bir natural ədədin natural bölənləri yazılmışdır. Buna əsasən A vurulsun B bölünsün C-ni təyin edin. Deməli, necə yanaşaq bu suala? Təbii ki, söhbət natural ədəddən getdiyinə görə bu 1-ə 100% bölünür. Bunu təyin edin. Daha sonra burada 2 ilə 6-nın arasında boşluq var. Diqqət yetirsəz. Əgər bu natural ədəd 6-ya bölünürsə, o zaman bunun 3-ə bölünməsi mütləqdir. Yəni burada bəzən şagird düşünə bilər ki, bəlkə 4-ə bölünür, amma artıq 6-ya bölünməsi bizə bu ədədin mütləq şəkildə 3-ə bölünməsinə şərait yaradır. Deməli, bu ədədimiz mütləq şəkildə 3-ə də bölünür. Aha, növbəti məsələ. Fikir verin, burada baxın 27-yə bölünməsi də var. Deməli, bu ədəd 27-yə bölünürsə, mütləq şəkildə 9-a da bölünür. Və 27-yə bölünür və 2-yə də bölünür. Fikir verin bura. 2-yə bölünürsə, baxın 27-yə bölünən ədəd mütləq şəkildə 9-a bölünür. Bu dəqiqdir. Və həmin ədəd eyni ilə 2-yə də bölünürsə, həm 27-yə, həm 2-yə bölünən ədəd mütləq şəkildə bunlar qarşılıq sadə olduğuna görə deməli həmin ədədimiz mütləq 54-ə də bölünmüş olacaq. 54 deməli burada. Eyni qaydada 54-ə bölünən ədəd 18-ə də bölünür, 9-a da bölünür. O zaman deməli bura yazacağımız ədəd 9-dur və digər isə yazacağımız ədəd 18-dir. Yəni bizim ifadəmizdə A-nın qiyməti 9 olacaq, B-nin qiyməti 18 olacaq və C-nin qiyməti 54 olacaq. Bizdən də bu ifadənin qiymətini hesablayır. A vurulsun B, 9 vurulsun 18, bölünsün C 54 bərabərdir. 18 54 ixtisara getsə 3, 9 ilə 3 ixtisara gedər, 3 almış olarıq. Yəni bizim doğru cavabımız C variantı olmuş olar. Yaxşı, gələk növbəti sualımıza. Deməli, bizə deyir ki, n və k natural ədədlərdir. Əgər n kvadratı plus n plus k cəmi tək ədəd eləyərsə, aşağıdakılardan hansı hər zaman təkdir? Deməli, ifadəmizə nəzər yetirək. Baxın bu ifadəyə. N kvadrat üstə gəlsin n, üstə gəlsin k. Buradan fikir versəz, baxın bu ifadə n kvadrat plus n ifadəsi. Buradan n-i mötərizə xaricində çıxarda bilərsiniz və yaxud da belə də dəyərləndirmək olar. N-i mötərizə xaricinə çıxartsaq, baxın bu ifadəyə diqqət edirsəz, bu ifadə əslində iki ardıcıl ədədin hasili deməkdir. İki ardıcıl ədədin hasili də ədədlərdən birinin mütləq şəkildə cüt olacağına görə İstənilən iki ardıcıl ədədi götürüb yoxlaya bilərsiniz. Mütləq şəkildə cüt olacağına görə deməli bu ifadəmiz bizə hər zaman cüt vermiş olacaq. Belə də olar və yaxud da ki, burada hər hansı bir ədəd qoyub da yoxlaya bilərsiniz. Məsələn, tutalım ki, n-in yerinə 2 qoymuş olsanız, 4 plus 2 6 cütdür. N-in yerinə 3 qoymuş olsanız, 3-ün kvadratı 9 plus 3 12 yenə cütdür. Yəni görürsünüz ki, bütün hallarda bu ifadəmiz cüt olmuş olacaq. O zaman deməli bu ifadənin tək olması k-dan asılıdır. K da gərək tək olsun ki, bu ifadəmiz hər zaman tək eləmiş olsun. Tamam. Deməli, n-in nə olmağından asılı olmayaraq bu ifadə hər zaman cüt oldu, k isə tək olmuş oldu. Yəni, n-ə biz qərar verə bilmədik. N tək də ola bilər, n cüt də ola bilər. Amma k-nın artıq biz tək olduğunu mütləq şəkildə bilirik. Gedək o zaman variantlarımızı dəyərləndirməyə. Deməli, k təkdirsə, k plus 3 tək deyil artıq. Bax, bizdən amma hər zaman tək olanı soruşur. Burada biraz diqqətli olmaq lazımdır. Bəzi ifadələr ola bilər ki, bəzən tək, bəzən cüt ola bilər. Ona görə də bizdən hər zaman tək olanı istəyir. K plus 3 dediyimiz kimi k tək olduğuna görə bu deməli cüt eləmiş olacaq. N plus k, baxın k təkdir. N'in nə olduğunu bilmirik. N cüt olarsa bu ifadə tək ola bilər. N tək olarsa bu ifadə cüt ola bilər. Deməli, bunun tək və ya cüt olması mütləq deyil. C bəndinə baxaq. K kvadratı plus 2K. Deməli, K tək ədəddirsə, bunun kvadratı yenə hər zaman təkdir. 2K isə 2-yə vurulduğuna görə cütdür. O zaman bu ifadə tək plus cüt olduğuna görə, bəli, bizim doğru cavabımız olacaq. Çünki bu ifadə hər zaman tək olmuş olur. N vurulsun K plus 1 ifadəsi isə, burada diqqət etirsəz, biz K-nın tək olduğunu qəbul eləmişik. K təkdirsə, K-nın üzərinə 1 gəldiyimiz halda bu hər zaman cüt eləyəcək. Artıq N-in nə olmağından asılı olmayaraq, bu ifadəmiz hər zaman cüt olmuş olacaq. Sual isə bizdən hər zaman tək olan ifadəni soruşur. Doğru cavabımız C bəndi olmuş olar. 18-ci sualımıza baxaq. Bizə deyir ki, aşağıdakı kartın ön və arxa üzlərində yazılan iki rəqəmli natural ədədlər bir-biri ilə qarşılıqlı sadə ədədlərdir. Bir üzündə 66 yazılıbsa, qarşılıqlı sadə olması üçün baxaq görək digər A-nın yerinə nə yazıla bilər. Deməli, 66-nın 66 ilə ortaq böləni olmayan ədəd olması lazımdır. A-nın yerinə deməli biz 1 yaza bilərik, 17 ola bilər. 2 yaza bilməyəcəyik, çünki 27 olsa ortaq bölənləri 3 olacaq. 3 yaza bilərəm, 37 zaten sadədir, qarşılığı sadə olacaq. 4 yazmaq olar, 47 də sadə ədəddir, 66 ilə qarşılığı sadə olacaq. 5 yaza bilməyəcəyik, çünki 57 və 66 olsa ortaq bölənləri 3 var.
6 yaza bilərik. 67, 66 ardıcıl ədədlər olduqlarına görə qarşılıqlı sadədir. Zaten 67-nin özü də sadə ədəddir. 7 yaza bilməyəcəyik, çünki 77 olsa ortaq bölənləri 11 olacaq. 8 yaza bilməyəcəyik, çünki 87 3-ə bölünən ədəddir. 66 ilə ortaq böləni olacaq. Və 9 yaza bilərik, çünki 9 yazsaq 97 sadə ədəddir. 66 ilə də qarşılıqlı sadə olmuş olacaq. Bu ədədlərin bizdən cəmini istəyir. Deməli 4, 8, 14 və 23. B bəndi doğru cavabımız 23 olmuş olar. Bir taxta bərabər uzunluqda 6 hissəyə ayrılır. Əgər hissələrin uzunluğu 5 sm daha qısa olsaydı, bu taxta 8 bərabər hissəyə ayrılmış olardı. O zaman bu taxtanın uzunluğunu tapmamız lazımdır. Deməli, bunu belə qəbul edək. 6 hissəyə ayrılıbsa 6 bərabər hissəyə, bunların hər birinin uzunluğuna x versək, və digər aşağıda isə gördüyünüz kimi 8 bərabər hissəyə ayrılıb, amma bunun uzunluqları 5 santim daha qısadır. Yəni burada artıq x yox, x minus 5 olmuş olacaq hər hissənin uzunluğu. Uzatmıram artıq. O zaman buradan biz parçanın uzunluğuna 6x deyə bilərik. Aşağıdakı ifadədə isə hər hissə x çıxılsın 5 olduğuna görə bura 8 vurulsun x çıxılsın 5 kimi yanaşa bilər. Eyni taxta parçasından söhbət getdiyinə görə deməli bunlar bir-birinə bərabər olacaq. Yazaq o zaman 8 vurulsun x çıxılsın 5 bərabərdir 6x-ə. Bu ifadəmiz 8 çıxıcı mötərizəni atsaq 40 bərabərdir 6x olacaq. Yerlərini dəyişmiş olsa 8x çıxılsın 6x bərabərdir 40-ı bərabərliyin sağına keçirdək. Buradan 2x bərabərdir 40 olarsa x-in qiymətini 20 tapmış olacaq. X əgər 20 olmuş olarsa, deməli istər birinci ifadədə, istər ikinci ifadədə fərq eləmir. X-in yerinə 20 qoysaq 6 vurulsun 20 bərabərdir 120 bizim taxta parçamızın uzunluğu olmuş olacaq. B bəndi doğru cavabdır. 20-ci sualımıza baxaq. Aşağıdakı şəkildə xanaların hər birinə müxtəlif natural ədədlər yazılır və sətirlər, sütunlar, diaqonal üzrə cəmlər eyni olmuş olur. Bizə deyir ki, buna əsasən xanalarda yazılmış ən böyük ədəd neçə olmuş olar? Deməli, bu suallarda belə deyək də, əsas açar orta nöqtə olmuş olur. Yəni, bax, bu mərkəz. O zaman gələk burada biz mərkəzə, bir saniyə bu cədvəlin xanalarını təmizləyim. Aha. Deməli, biz bu mərkəz hissəyə bir dəyişən vermiş olsaq, bura bir A yazsam, o zaman bu diaqonaldan biz bütün, belə deyək də, sətirlərin, sütunların və diaqonalların cəminin 5 plus 7 plus A, yəni 12 plus A-ya bərabər olacağını bilirik artıq. Bax, diqqət edin. Mərkəz hissəyə A yazsaq, o zaman deməli biz bilirik ki, bütün sətirlərin, sütunların və diaqonalların cəmi 5 plus A plus 7, yəni 12 plus A eləmiş olacaq. O zaman digər diaqonala baxsaq, bax, bura fikir versəz, buranın da cəmi 12 plus A eləməsi üçün, baxın, burada deməli bizim yazacağımız ədədin 9 olması lazımdır ki, 12 plus A-nı bizə vermiş olsun. Burada 9 yazdıqdan sonra artıq hər şey məlum olur bizə, çünki bu sətrin cəmindən biz artıq bütün sətirlərin, sütunların cəmlərinin 18-ə bərabər olduğunu görmüş oluruq. Əgər bütün sətirlər, sütunlar 18-ə bərabərdirsə, gedək yerdə qalan xanaları artıq dolduruq. O zaman A-nı yenidən silirəm buradan. Baxın, deməli 3, 9, 12, deməli mərkəzə 6 yazılmış olacaq. 2, 6, 8, deməli bu tərəf 10 olmuş olar. 5, 9, 14, deməli bura 4 yazılacaq. 3, 7, 10, bu xaniyyə də 8 yazılmış olacaq. Gördüyünüz kimi yoxlaya bilərsiniz. Sətir, sütun və diaqonal üzrə bütün cəmlər 18-i bizə vermiş olur. Bizdən soruşur ki, cədvəlin xanalarına yazılmış ən böyük ədəd neçə olar? Deməli 10 bizim doğru cavabımızdır. 21-ci sualımıza baxaq. Deməli bizə deyir ki, İsmail eyni altı bucaqlıları şəkildəki kimi yan-yana düzür və içlərinə birdən 300-ə qədər natural ədədləri yazır. Daha sonra altıbucaqlıların ortaq kənarlarına bir çəhrayı nöqtə qoyur. Tamam. İsmail bu cəmi neçə çəhrayı, daha doğrusu İsmail cəmi neçə çəhrayı nöqtə qoymuş olar? Yaxşı. Davam eləyin o zaman. Deməli, bu hissəni silim. Bura mən ən axırıncı hissəni qeyd eləmiş olacağım ki, bizim fiqurumuzun axırı necə qutarır. Deməli, fikir verək. Birdən 300-ə qədər natural ədədlər yazacaqsa, o zaman aydın məsələ ki, burada 300 dənə xana yaranmış olacaq. Yəni, bu formada düzülmüş 300 xana yaranmış olacaq. Düzdürmü?
300 dənə xana yaranacaqsa, bax diqqət etirsək, burada 300 dənə xana yaranacaqsa, bunun ən sonu hansı formada qurtaracaq? Gəlin ona baxaq. Deməli, fikir versəz, 300 dənə xananı mən belə düşünə bilərəm. Fikir verin hələ. Bax, bu üçlü görürsünüzmü? Bax, bu üçlü. Hər üçlü təkrar edir. Bir dənə baxın hələ, quruluş olaraq, yəni içindəki ədədlərə fikir verməyin. Fiqurun quruluşuna baxın hələ. Baxın, bu üçlü yenidən gəlib. Baxın, bu üçlü yenidən gəlib. Baxın, bu üçlü. Bax, bu formada getmiş olur da, düzdürmü? Yəni, bu fiqurları mən qrup-qrup baxsam, 3-3 eyni formada qruplaşdığını görmüş olaraq. O zaman birdən 300-ə qədər natural ədədlərdən söhbət gedirsə, deməli bunları biz 300 qruplaşdırdığımızda bizim bu fiqurdan 100 dənə görəcəyimiz artıq məlumdur. Deməli biz baxın bu qrup formasından 100 dənə görmüş olacağıq. 100 dənə görəcəksə, düzdürmü? 100 dənə görəcəksə, bunun ən sonu elə baxın bu vəziyyətdə bitmiş olacaq. Çünki mən 100 dənəni tam görmüş oluram deyə. Deməli bunun ən sonu baxın elə bu formada bitmiş olacaq. Məsələn 301 olmuş olsaydı, onda deməli bunun axırında bir dənə də belə xana çıxacaqdı əlavə. Amma biz gördük ki, bu 300 olduğuna görə deməli tam belə deyək də 100-ə bölündüyünə görə, daha da 3-ə bölündüyünə görə 100 dənə bu formanın təkrar olduğunu görürük. Bu da artıq o deməkdir ki, bizim fiqurumuzun sonu elə eyni ilə bu vəziyyətdə bitmiş olacaq. Bunu qəbul elədik. Ondan sonra gedək görək hələ. Deməli, bu nöqtələr hara qoyulub? Fikir verin hələ. Bu nöqtələri mən belə qəbul edə bilərəm. Fikir verin. Hər belə deyək də 3 fiqur var idi, bayaq qruplaşdırmışdıq ha. Hər 3 fiqurda görün neçə dənə yaranır. Baxın hələ 1, 2, 3, 4, 5 dənə. Digər üçündə baxın hələ 1, 2, 3, 4, 5 dənə. Biz də bunu 3-3 qruplaşdırdığımıza görə, bayaq dedik burada 100 dənə qrup yaranıbsa, 100-ü vuracam 5-ə, bu eləyəcək 500. Amma bir məsələ var ki, bunun ən sonu belə bitdiyinə görə bizə demişdi ki, birdən 3-ə qədər natural ədədlər yazılandan sonra altıbucaqların ortaq kənarlarına çəhra nöqtə qoyulur. Çəhra nöqtə qoyulur və ən axırıncı baxın hissə belə olacağına görə burada artıq bunlar ortaq kənar olmayacaq da. Çünki burada altıbucaqlı yoxdur axı. Onlar ortaq kənar olmadığına görə deməli 2 dənə nöqtə əksi olmuş olacaq. O zaman 500-dən də o 2-ni çıxmış olsa, cəmi 498 çəhrayı nöqtədən istifadə olunmuş olar. Yəni 21-ci sualımızın doğru cavabı C variantı. 22-ci sualımızdan davam edək. 22-ci sualımızda maraqlı bir sualdır. Bizə deyir ki, x, y, z natural ədədlərdir. 3x bərabərdir 2y, 4x bərabərdir 5z və z kiçikdir 25 olmuş olarsa, bir saniyə. Deməli, bu ifadəni biz necə əldə edə bilərik? Birinci növbədə 3x bərabərdir 2y, 4x bərabərdir 5z. Biz bunları bir bərabərlik formasında yazmağa çalışaq. Yəni, bax, fikir versəz, hər iki ifadədə x ortaqdır axı. Mən bu x-ləri eyni əmsallı bir ifadəyə gətirim. O zaman birinci ifadəni belə düşünərəm. 12x, çünki 3 və 4 olduğuna görə mən bunları 12-yə gətirmiş oldum. Bərabərdir. Demək, 4-ə vurduğumuza görə 8y-ə bərabər olmuş olacaq. İkinci ifadənin əmsalını 12-yə gətirsək 3-ə vurmuş olacaq. O zaman bu ifadəni biz 12x bərabərdir 15z formasında yaza bilərik. Və artıq biz bu 3 ifadəni də bir-birinə, baxın bu şəkildə 12x bərabərdir 8y, o da bərabərdir 15z formasında yaza bilərik. Və sual bizə deyir ki, z 25-dən kiçik olduğuna görə. Deməli, belə deyək də, bunlar nəyə bərabərdir? Bu 3 ifadə elə bir ədəd götürməliyik ki, x, y, z-də tam qiymətlər verəndə eyni qiymətləri almış olsun. Yəni, qısacası 12, 8 və 15-in belə deyək də, daha doğrusu əkobu bizə lazımdır. Çünki biz elə bir ədəd götürməliyik ki, 12, 8 və 15-in böldüyü ən kiçik ədəd olmuş olsun. Yəni, burada biz elə ədəd tapmalıyıq ki, belə deyək də, həm 12-yə bölünəndə tam düşsün, çünki x, y, z natural ədəddir, həm 12-yə bölünəndə tam düşsün, həm 8-ə bölünəndə tam düşsün, həm də 15-ə bölünəndə tam düşmüş olsun. O da deməli 12, 15 və 8-in əkobu olmuş olacaq. Bunların da əkobu 12, 15, 18, 12, 8, 15 bizə 120-ni vermiş olar. Deməli, biz bu ifadəni 120-yə gətirəcəyik və yaxud da ki, 120-nin qatlarına gətirəcəyik, belə deyil. İndi baxaq, bizə z-in 25-dən kiçik olduğunu deyil. Baxaq, 120 eləməsi üçün mən burada z-ə nə verməliyəm? 8 verməliyəm, düzdürmü? Bu elədi 120. O zaman deməli, y-ə biz verəcəyik
20, bir də üzr istəyirəm, 15 qiyməti 8 eləməsi üçün y-ə verəcəm 15 qiyməti və x-ə verəcəm 10 qiyməti. Bu bizim birinci qiymətlərimiz. Sonra 120-nin 2 qatı 240 da ola bilər. 240 olması üçün deməli mən z-ə verəcəm 16 qiyməti. Düzdür? O zaman z-ə 16 qiyməti veririksə, y-in qiyməti 30 olmuş olacaq və 240 olması üçün x-in qiyməti 20 olmuş olacaq. Bu da getdi. 120-nin 3 qatı da ola bilər. Məsələn, 360 da ola bilər. 360 olması üçün z-in qiyməti olacaq 24. 360 olması üçün deməli y-in qiyməti olacaq 45. 45. Bir saniyə. Aha, 45 doğru cavabdır. Yoxlayaq ki, yanılmış olmayaq. Və 360 olması üçün x-in qiyməti olacaq 30. Baxın, bu da alınmış oldu. Məsələn, mən bunu davam elətdirə də bilərdim. 480 də götürə bilərdim. Amma artıq bizə belə deyək də, burada bir məhdudiyyət qoyub, z-in 25-dən kiçik olduğunu deyir. O zaman biz artıq 360-dan yuxarı qiymət götürə bilməyəcəyik. Çünki 360-da zaten z-in 24 olduğunu görürük. Deməli, 3 hal var burada. Bizdən də x-in ala biləcəyi müxtəlif qiymətlərin cəmini istəyir. X deməli 10 ala bilər, 20 ala bilər və 30 ala bilər. Bunların da cəmi deməli bizə 60-ı vermiş olar. C bəndi bizim doğru cavabımızdır. 23-cü sualımıza baxaq. Bizə deyir ki, A, B çıx 1 və C plus 1 ədədləri uyğun olaraq 3, 5, 7 ədədləri ilə düz mütənasibdir. Tamam. Bir dəqiqə üzrü sayın buranı da təmizləyim. Deməli, sualımızın izahını davam edək. A, B çıx 1, C plus 1, 3, 5, 7 ədədlərinin düz mütənasibdirsə, o zaman deməli A-nın qiyməti bərabərdir 3K-ya, B çıxılsın 1-in qiyməti bərabərdir 5K-ya və deməli C plus 1-in qiyməti bərabər olacaq 7K-ya. Tamam. Bizə deyir ki, 3A çıxılsın 2B üstə gəlsin C bərabərdir 21 olduğuna görə. Tamam. O zaman gedək hesablayaq. Buradan deməli biz görürük ki, baxın bu ifadədən B çıxılsın 1 5K-dırsa, o zaman B bərabərdir 5K plus 1 olacaq. Bu ifadədən C bərabərdir 7K minus 1 olmuş olacaq. Kətib ifadələrin yerinə yazmış olsaq, 3 vurulsun A-nın yerinə 3K, çıxılsın 2 vurulsun B-nin yerinə 5K plus 1 üstə gəlsin. C-nin də yerinə 7K minus 1 yazırıq və bu ifadəni 21-ə bərabər edirik. 9K çıxılsın 10K, çıxılsın 2 plus 7K minus 1 bizə 21-i verməlidir. Deməli 9K mənfi 1K, 7K da burada bu olacaq 6K. Çıxılsın 2, çıxılsın 1 olacaq, çıxılsın 3 bərabərdir 21-ə. Buradan deməli 3-ü digər tərəfə keçirsək 6K bərabərdir 24-dən. K bərabərdir deməli 4 almış olarıq. K-nın qiymətini tapdıqdan sonra biz A-nın, B-nin, C-nin qiymətini çıxarda bilərik. Deməli, K 4-dürsə, A bərabərdir 3K-ya, yəni 12-yə. B bərabərdir 5K plus 1, yəni 5 vur 4, 20 plus 1, 21-ə. C bərabərdir 7K minus 1, yəni 7 vur 4, 28, minus 1, 27. Bizdən də B plus C-ni soruşur. B-nin qiyməti 21, C-nin qiyməti 27-dirsə, 21 plus 27, 48 bizim doğru cavabımız olmuş olar. Deməli, 0, 2, 4, 6, 8 rəqəmlərindən istifadə edilərək yazılan rəqəmlərin müxtəlif 5 rəqəmli ABCDY ədədində A plus B bərabərdir D plus Y bərabərliyi ödənir. Bizdən soruşur ki, ABCD neçə formada belə bir ədəd yaza bilərik? Yaxşı, baxaq buna da. Yaxşı. Deməli, daha sərgəli olsun deyə bunları belə bir xətlə ayırım.
A, B, C, D, Y. Bizə deyir ki, baxın, birinci gəlin şərtimizi təmin eləyək. Baxaq görək hansı şərtlərlə biz işləyəcəyik, yəni qiymətlərimizi təyin eləyək, sonra həmin qiymətləri aparaq yerinə yazmış olaq. Deməli, bizim şərtimiz budur. A plus B bərabərdir D plus Y. Əlimizdə olan rəqəmlər də baxın bunlardır. Deməli, bu hansı şərtlərdə ola bilər? Baxırıq. 0 plus 8, 2 plus 6. Bu halda mümkündür. Daha sonra 2 plus 8, 6 plus 4. Bu halda mümkündür. Daha sonra 6 plus 0, 6 plus 0, deməli 6 eləyəcək 2 plus 4. Bu halda mümkündür. Başqa hal, bir saniyə baxaq, varmı başqa bir hal? Deməli 0 plus 8, 2 plus 6, 6 plus 0, 2 plus 4, tamam. 2 plus 8, 6 plus 4. 8, 2, 6, tamam. İçini qıraqda saxlasaq. Olmaz. 4-ü saxlasaq. Bəli. Deməli, 3 halda mümkündür. Gördüyümüz kimi həmin 3 hal qeyd elədik. Və gedək indi bu 3 halın köməkliyi ilə biz ala biləcəyimiz ədədləri bir-bir təyin edək. Əslində burada biraz daha qısa yolla da getmək olar. Məsələn, tutalım burada 0 var, burada 0 varsa bu ikisinin alınacağı halları eyni olacaq zaten. Çünki 0 ilə ədədin başlayıb başlamama halı var. Amma gəlin qarışdırmamaq üçün biz bunları bir-bir hamısını yazaq. Yaxşı, başlayaq birinci bu halın bizə verəcəyi bütün ədədlərdən. Deməli, necə ola bilər? A plus B, D plus Y. Bunlar yerini də dəyişə bilər öz arasında. Ona görə bunu da nəzərə almalıyıq. Deməli, belə olacaq. Baxın, A 8 olsun, B 0 olsun, D 2 olsun, Y 6 olsun. O zaman S'ye 4 qalacaq. A yenidən 8 olsun, B 0 olsun, S qalsın yerinə, S ilə işimiz yoxdur. 2 ilə 6 yerini dəyişə bilər. Ola bilər 6 2. Deməli, 8 sıfırdan başqa bir hal düzəldə bilmir. Yəni, burada artıq 8 ilə 0 yerini dəyişə bilməyəcək. Çünki ədədimiz nə edəcək? 0 ilə başlamayacaq. Daha sonra bunlar digər tərəfə keçə bilər. Yəni, necə? Bax, 8 ilə 0 artıq mən AB'də yazmışdım axı. Bunlar yerini dəyişə də bilər də. Yəni, 0 ilə 8-i bu tərəfə keçirdib, 6 ilə 2-ni bu tərəfə keçirdə bilərik. Bunu da yoxlayaq o zaman. O zaman olacaq deməli, baxın, 6, 2, orta qalır. Orta ilə hələ ki işimiz yoxdur. Baxın, 8, 0 ola bilər. Sonra 6, 2, 4 ilə işimiz yoxdur. 0, 8 ola bilər. Sonra 6, 2 öz arasında yeri dəyişə bilər. Ola bilər 2, 6, 4, baxın, 8, 0 ola bilər. Və yaxud da ola bilər 6, 2, 4, baxın, 0, 8 ola bilər. Bax, bu deməli bizim yaza biləcəyimiz 6 dənə hal. Digərindən də çıxacaq 6. İstəyirsə gəlin bunu da yazaq. Bax, bununla birinci dediyim kimi eyni hal olmuş olacaq. Çünki burada da ədədin 0 ilə başlamama halı var idi. Burada da ədədin 0 ilə başlamama halı var. Yəni daha qısa getmək üçün yazmadan da bunu, məsələn 6 haldırsa, burada da 6 dənə hal kimi götürmək olar. Amma istəyirsiniz yazaq, problem yoxdur. Deməli yazıram, baxın. Bunu istəyirsiniz ayrı, qoy qarışmasın ki, bunlar getdi. İkinci hala baxaq. Deməli 6, 0, artıq bu dəfə deməli boşda qalan rəqəmimiz 8-dir, onu yazıram ortaya. Bura yazdıq 2, 4. 2 ilə 4 yerini dəyişə bilər. Ola bilər 6, 0, 8 yazdıq bura. 4, 2 ola bilər. Daha sonra deməli bunlar öz arasında yeri dəyişəcək. 2 ilə 4-ü qabağa atacağıq. Olacaq 2, 4, 8-i saxlayacağıq. 6, 0 olacaq. Sonra deməli 2, 4, 8 qalsın bura. 0, 6 olmuş olacaq. Digər tərəfdən deməli 2 ilə 4 də öz arasında yerini dəyişəcək. 4, 2, 8, 6, 0 olmuş olacaq. Bir də 4, 2, 8, 0, 6 olmuş olacaq. Bax, diqqət yetirsəz, 6 dənə də hal buradan çıxmış oldu. Keçək digər halı yoxlayaq. Artıq üçüncü halımızı yoxlayaq. Burada yer olmadığına görə digər tərəfdən yazım. 6. A, B, C, D, Y. Hə, 5 dənə rəqəm idi. Birini artıq çəkmiş oldum. Silək.
Yaxşı. Deməli, üçüncü halımız hansı olacaq? 2 plus 8, 6 plus 4. Yoxlayaq. Deməli, 2, 8, boşda qalan rəqəmimiz 0-dır, onu ortaya yazıram. Qalır burada 6 ilə 4. 2 ilə 8 yerini dəyişə bilər. Daha doğrusu 2 ilə 8 saxlayıram, hələ axırıncı yerlərini dəyişək. 0, 4, 6 ola bilər. Sonra 2, 8 öz arasında yeri dəyişə bilər. Ola bilər 8, 2, 0, yenə ola bilər 6, 4. Bir də təzədən 8, 2 qala bilər 0. Bura 4, 6 ola bilər. Baxın, bu belə olacaq. Bir də bunların əksini götürəcəyik. O zaman 4 dənə daha oradan çıxmış olacaq. Yoxlayaq onu da. 6, 4, 0, 2, 8 ola bilər. Daha sonra 6, 4, 0. Baxın, bu yerini dəyişəcək. 8, 2 ola bilər. Daha sonra 4, 6 yerini dəyişsə burada. 4, 6, 0, 2, 8 ola bilər. Və 4, 6, 0, 8, 2 olmuş ola bilər. Deməli, bu hallarda ədədin sıfırdan başlamama halı da var idi deyə. 6 dənə hal buradan çıxdı. Fikir verin. 6 dənə hal buradan çıxdı. Yəni, belə deyək də, birinci qrupda fikir verin. 8 ilə də ikisi başlayır, 6 ilə də ikisi başlayır. Düz, daha doğrusu, burada sıfırı saymayacaq deyə. Orada biraz sıfır problem yaratdı. Ona görə gəlin ümumi baxaq. 6 dənə hal buradan çıxmış oldu. 6 dənə hal buradan çıxmış oldu. Digər tərəfdə isə 2, 4, 6, 8 dənə hal çıxmış olacaq. Deməli, cəmi 6, 6, 12, 8 də burada 20 dənə hal olmuş olacaq. Yaxşı. Keçək növbəti sualımıza. Deməli, ədəd oxu üzərində ədədlər qeyd olunub, diqqət yetirsəz. Bizə deyir ki, nöqtələrlə bərabər hissələrə bölünən bir ədəd oxu çəkilib bizə. Və deyir ki, bura A-dır, bura A vurub B-dirsə, 6-dır buradır. Bizdən nəyi soruşur? B-nin qiymətini soruşur. Yaxşı. Deməli, birinci nə edəcəyik? Baxın. Buradan bura qədər məsafəmiz nə qədərdir? 7, düzdürmü? Mənfi 1-dən 6-ya məsafəmiz 7-dir. O zaman görürəm ki, buralar 3 bərabər hissəyə bölünübsə, baxın elə, 3 bərabər hissəyə bölünübsə, o zaman deməli, hər hissənin uzunluğu 7 bölünsün 3 olmuş olacaq. Bax, diqqət edin bu hissəyə. Buradan bura qədər məsafəmiz 7-dir və bunlar 3 bərabər hissəyə bölündüyünə görə, deməli, bizim hər hissəmizin uzunluğu 7 bölünsün 3 olmuş olacaq. O zaman deməli, A ədədi mənfi 1-dən saysaq, A ədəd olacaq, mənfi 1-in üzərinə 7 bölünsün 3 gələcək də, belə deyək. Çünki bu tərəfi sağa doğru getdirsə bizim ədəd oxu artır axı. Olacaq deməli, A bərabər olacaq, baxın, mənfi 1-in üstünə 7 bölünsün 3 əlavə eləmiş olacaq. Digər tərəfdən, əslində A vurulsun B var, hansı ki bizə hasil kimi verib. Bunu tapmaq üçün, yəni A-nın üzərinə də 7 bölünsün 3 əlavə eləmək olar. Və yaxud da ki, daha sadə olmasın, 6-dan da 7 bölünsün 3 çıxa bilər. Çünki biz bilirik axı, bunların hamısının məsafəsi 7 bölünsün 3-dür. Ona görə 6-dan da 7 bölünsün 3-ü çıxsam, mən yenə A vurulsun B-ni almış olarım. Bu da olsun 6 çıxsın 7 bölünsün 3. Deməli, artıq sadə bir ifadə olmuş oldu. A bərabərdir. Deməli, mənfi 1 plus 7 bölü 3. Bunların yerini dəyişsək, 7 bölünsün 3 çıxılsın 1 eləyəcək. O da bərabərdir. 7 bölünsün 3 çıxılsın 3-də 3 olacaq. Bərabərdir. Deməli, 3-də 4 olmuş olacaq. A-nın qiyməti 3-də 4-dür. A vurulsun B-ni tapaq. A vurulsun B bərabərdir. 6-dan deməli çıxırıq 7-də 3-ün. Ortaq məxrəci gətirsək 3-də 18 çıxılsın 3-də 7 bərabərdir. 3-də 11 olmuş olur. Deməli, A-nın qiyməti, baxın, 4 bölünsün 3-dür. A vurulsun B-nin qiyməti 11 bölünsün 3-dür. Deməli, biz B-ni tapmaq üçün nə etməliyik? 11 bölünsün 3-ü 4 bölünsüncə bölmək lazımdır. 11 bölünsün 3 bölünsün 4 bölünsün 3. O da bərabərdir. 11 bölünsün 3 vurulsun 4-də 3 olmuş olacaq. 3-lər də ixtisara gedərsə 11 bölünsün 4 B-nin qiyməti olmuş olar. Deməli, doğru cavabımız D bəndi olmuş olar. Diqqətiniz üçün təşəkkür edirəm və hər birinizə uğurlar arzu edirəm.